Qeyd elədi ki, müasir dövrdə ümumiyyətcə təhsildə oyun, belə deyək ki, dərslər oyun şəklində qurulur. Səbəb isə, yəni belə deyək ki, uşaqları təlim məqsədinə doğru aparmaqdır. İndi belə bir şey qeyd eləyək ki, dərs elə oyun şəklində qurulmalıdır ki, burada təlim məqsədi unudulmasın. Çünki hal-hazırda belə qeyd eləyək ki, bu təlim məqsədləri deyirik, hansı ki biz, bunlar alt standartdan çıxarılır və şagird dərsin sonunda hansı bilik bacarığa yiyələnəcəksə təlim məqsədində öz əksini tapır və eləcə də qiymətləndirmə meyarı dərsin əvvəlində uşağa elan olunur və müəllim dərsi oyun əsasında qurmaqla eyni zamanda oyuna vaxt ayırıb, uşaqların əyləncəsinə vaxt ayırıb təlim məqsədini unutmamalıdır. Bunların hər birini paralel şəkildə aparmalıdır və dərs bunun aparılmasında belə deyək ki, oyunla dərsin qurulmasının 2 üsulu var. Biri oyunlaşdırma, digəri isə oyun əsaslı öyrənmədir. Və bunların hər ikisinin, yəni, müsbət cəhəti bilirsiniz nədir? Yəni ki, uşaqları, öyrənmə prosesinə daha da həvəsləndirir. Hətta ən zəif uşaq belə diqqətini yönəldir. Ən nadinc uşaq belə bütün o nadicliyini kənara qoyur, görür ki, orada əyləncə varsa diqqətini yönəldir ki, qalib gəlmək hissi formalaşır da uşaqda. Oyunda axı belədir, adətən qalib gəlmək hissi, olmalıdır. Və bu olduqda istər-istəməz uşaqlar da prosesə daha da, həvəslə yanaşırlar. İndi oyunlaşdırma üsulu ilə, belə deyək ki, oyun əsaslı öyrənmənin, yəni fərqi nədən ibarətdir? Bunları qısa izahla bildirəcəm sizə. Deməli, məsələn, oyunlaşdırmada belədir ki, oyun elementlərinə, oyun elementləri nə deməkdir? Bax, məsələn, uçdu, sonra nə bilim, əl üstə kimin əli, gizlən-paçdı, ortada qaldı oyunudur. Yəni bunlar nədir? Bunlar oyun elementləridir. Yəni oyunun adları da oyun elementləridir. Çünki bildiyimiz kimi hər bir oyunun da özünün öz şərtləri var. Oyun elementləri ilə tapşırıqların inteqrasiyasıdır. Ola bilər ki, müəllim məsələn bu gün dərsdə 5 tapşırıq icra eləyəcəksə, onun ikisini oyunlaşdırma üsulundan istifadə edərək, yəni edə bilər. Yəni hamısını yox, məsələn ikisini edə bilər. Nəticə etibarilə oyun formasında edəcəkdir bunu və bunun da özünün təbii müxtəlif üsulları var. Uşaqları hər hansı bir səviyyələri keçməklə məsələn nə isə əldə eləyə bilərlər. Sonra liderlər cədvəli var, maneələri dəf etmək var. Daha sonra belə qeyd eləyək ki, məsələn nə isə xal toplama var. Məsələn tutalım uşaqlar deyir ki, məsələn 5 suala cavab verən, eyni anda 5 suala cavab verən filan xal qazanacaq. Bir sual məsələn bu qədər xaldır. Uşaq cavab verdikcə məsələn filan tapşırıqlar məsələn filan qədər məsələn bal toplamaq imkanı verəcək və s. bu şəkildə edəndə istər-istəməz uşaqların diqqəti cəlb olunacaq. Amma necə ki məsələn summativ qiymətləndirmə aparırıq. Summativ qiymətləndirmə nə qədər 10 sual olursa, 10 sual olursa, 15 sual olursa, 20 sual olursa, sualın sonunda hər bir sualın özünün balı mütləq şəkildə qıraqda yazılmalıdır ki, uşaq bilsin ki, hansı tapşırıq işləyir. Və burada da oyunlaşdırmada da belədir ki, oyunlaşdırma adətən dəyərli müəllimlər nə kimi keçirilir? Adətən proqramlarla keçirilir. Proqramlar da Kahoot-dur, sonra Educandy-dir, Educaplay-dir, nə bilim Quizizdir, Duolingo-dur, nə bilim bu kimi yəni proqramlardan istifadə olunur. Əgər məsələn deyək ki, məktəbdə rəqəmsal otaqlar çoxdursa, indi bilirik ki, məktəblərdə rəqəmsal dərslər keçirilir. Məsələn tutalım ki, 400 şagirdi olan məktəbə, məsələn tutalım da 2 dənə rəqəmsal otağı varsa, biz artıq burada oyunlaşdırma üsulundan istifadə etmək çətinləşə bilər. Çünki eyni anda siniflərdə yəni rəqəmsal dərslər keçirilə bilər. Nəticə etibarilə uşaqların kompüterdə oturmaq imkanı az ola bilər. Və yaxud da ki, məktəbdə məsələn telefon qadağası varsa, uşaqların məktəbə telefon gətirməsi qadağandırsa, məsələn tutalım ki, məsələn bu oyunlaşdırma üsulundan məsələn istifadə etməsində problem yarada bilər. Və yaxud da ki, məsələn rəhbərlikdən icazə alaraq məsələn bunu etmək olar, bəlkə də deyə düşünürəm, amma təbii ki, bunları da dəqiqləşdirmək lazımdır. Deməli, oyunlaşdırma üsulundan belə deyək ki, görürsüz proqramlar üzərində o həyata keçirildiyinə görə, daha çox belə deyək ki, burada artıq texnoloji vasitələrin rolu, məsələn İKT-nin rolu önəmlidir də. Uşaq ya kompüter qarşısında oturur, ya planşetdən istifadə edir və ya telefondan istifadə edərək artıq bu oyunlaşdırma üsulundan istifadə etmiş olur. Hə, sonra, məsəl üçün, uşaqlara artıq verdikləri cavablara görə xal vermək, səviyyə vermək, bu artıq oyunlaşdırmadır. Çünki məsələn elə bil ki, uşaqlara ilk öncə oyunlar təqdim eləyirik. Oyunlar təqdim etdikdən sonra oyunların şərtlərini uşaqlara izah eləyirik. Şərti izah etdikdən sonra uşaqlara, daha sonra başlayırıq hər, məsələn oyunda, hər etapda hansı xalı, hansı balı alacağını uşaqlara elan eləyirik və bu olmursa da belə, məsələn onlayn dedik ki, bu proqramlardan istifadə etmək olar və bu proqramlardan da istifadə etməklə də uşaqlar istər-istəməz, yəni artıq, belə deyək də, özlərini də yoxlaya bilirlər. Həm oyun oynayırlar, həm də dərs edirlər. Sonra oyun əsaslı öyrənmə müəllimlər. Bu nə deməkdir? Oyun əsaslı öyrənmə. Oyun əsaslı öyrənmənin məsələn bu birisindən fərqi ondan ibarətdir ki, bu ümumilikdə öyrənmə prosesini bütövlükdə əks etdirir. Məsələn, bax necə deyək? Tutalım ki, bax məsələn siz Hacıqara əsərini və yaxud olmasa Anamın kitabı əsərini keçirirsiniz 11-ci sinif uşaqlarına və nə edirsiniz? Burada məlumatları ilk öncə hissə-hissə ötürmək lazımdır. Bundan da əlavə uşaqlara həmin o məlumatları hissə-hissə ötürülən o məlumatlarda uşaqlara səhnələşdirə bilərsiniz. Yəni bunu oyun formasında ifadə edə bilərsiniz və burada əsas rol tərəfləri kimlər olacaq? Şagirdlər olacaq. Biri Rüstəm bəy olacaq, biri Zəhra bəyəm ana olacaq və s. Uşaqlar bu şəkildə səhnələşdirərək, onu reallaşdıraraq və oyun əsaslı şəkildə dərs qurulur. Nəticə etibarilə öyrənilən məlumatların şagirdin yaddaşında qalması, şagirdin başa düşülməsinə kömək edir. Nəticə etibarilə burada şagirdlərin fiziki hərəkəti də ön planda olur və hərəkət etdikcə də uşaqlar belə qeyd eləyək ki, və digər uşaqlar da onları belə deyək ki, maraqla izləyə bilərlər. Nəticə etibarilə məsələn bu tipli əgər uşaqlar dərsi reallaşdıracaqlarsa, özləri səhnələşdirəcəklərsə, bu zaman məsələn kinestetik bədən hərəkətləri, hərəkətli uşaqları məsələn cəlb eləmək olar buna. Daha sonra bundan əlavə
Deməli, məsələn, ola bilər ki, hər hansı bir məsələn Azərbaycanın iqlim qurşaqları haqqında məlumat verilə bilər və orada müəllim məlumatları hissələrə ayıra bilər. Məsələn, deyək ki, subtropik məsələn iqlim qurşağı haqqında kimsə məlumat versin. Deyə bilər ki, məsələn, mən subtropik iqlim qurşağıyam. Mən Azərbaycanın filan ərazisində daha çox özümü göstərirəm. Mən olduğum ərazidə hava şəraiti belə olur. Mən olduğum ərazidə insanlar müəyyən vaxtlarda məsələn deyək ki, əkin biçinlə məşğul olurlar. Məsələn, yazda təbiət necə olur, qışda necə olur, payızda necə oluram və sairə bunları elə ki, adını çəkərək və bu şəkildə uşaqların belə deyək ki, oyun əsaslı öyrənmədə uşaqların fiziki varlığı əsasdır. Belə qeyd eləyək ki, oyun əsaslı öyrənmənin əsas belə deyək ki, müsbət xüsusiyyətlərindən biri ondan ibarətdir ki, anında öyrənmə mövcuddur. Çünki uşaqlar burada hər dərsi uşaqlar reallaşdırdığına görə, dərsin əsasını uşaqlar apardığına görə, ona görə də bu uşaqlardan istər-istəməz diqqət tələb eləyir və diqqət tələb etməklə yanaşı özləri həyata keçirəcəklərinə görə daha yaxşı başa düşmələrinə şərait yaradır. Və bununla yanaşı oyun əsaslı öyrənmənin özünün belə deyək ki, müsbət cəhətləri var. Bu müsbət cəhətlər nədən ibarətdir? Dərsə deyir ki, öyrənməyə maraq oyadır. Bəli, harda oyun varsa, istər-istəməz böyük adamlar olsa belə, istər-istəməz maraq yaranır ki, görəsən nə oyundur, şərtləri necədir. Və görürsüz uşaqlarda öyrənməyə maraq yaradır. Eyni zamanda biz oyun əsaslı öyrənməni motivasiya mərhələsində də doğrudan da istifadə edə bilərik. O olmasın tədqiqat mərhələsində də istifadə edə bilərik. Daha sonra interaktivliyi və iştirakçılığı artırır. Deməli, oyun olduğuna görə uşaqlar hər bir prosesdə iştirak etməyə marağı artır və nəticə etibarilə belə qeyd eləyək ki, belə deyək ki, daha çox iştirakçı sayının yaranmasına gətirib çıxarır. Hətta ən zəif uşaqlar belə prosesdə iştirak etməyə çalışacaqlar. Sonra yerində və sürətli əks əlaqəni təmin edir. Yerində və sürətli əks əlaqəni təmin edir. Bu nə deməkdir? Uşaqlar başa düşmədikləri barədə. Məsələn, tutalım ki, hər hansı bir əsəri səhnələşdirməksə, uşaq deyir ki, müəllimə, məsələn, mən falan sözü başa düşmədim. Bunu necə deməliyəm? Mən falan yerdə necə addım atmalıyam? Əslində burada, məsələn, bu adam burada nə demək istəyir? Burada hansı belə deyək ki, mimikadan istifadə edir və istər-istəməz uşaq anında sual verər və müəllim də onu istər-istəməz cavablandıra və yaxud da cavabı almadan ötəri onu yönləndirə, istiqamətləndirə bilər. Yəni nəticə etibarilə uşaq yaranan sualı sürətli və anında, yəni yerindəcə belə deyək ki, öyrənə bilər. Daha sonra kontekstdə öyrənməni təmin edir. Kontekst nə deməkdir? Vəziyyət deməkdir də. İnsanın olduğu bir vəziyyətdir. Yəni vəziyyətə uyğun öyrənməni təmin edir də. Bax belə qeyd eləyək də. Məsələn, tutalım ki, 5-ci sinifdə biz ismi necə tədris 5-ci sinifə uyğun, 6-cı sinifdə necə tədris olunur, 6-cı sinifə uyğun və s. bu şəkildə öyrənməni təmin edir. Yəni oyun əsaslı öyrənmə uşağın sinif üzrə belə deyək ki, biliyini tam şəkildə dəstəkləyir. Yəni öyrənməsini tam şəkildə dəstəkləyir. Daha sonra burada əməkdaşlıqda və sosial öyrənməyə də imkan verir. Yəni bu oyun əsaslı öyrənmə kontekstdə belə deyək ki, əməkdaşlığa və sosial öyrənməyə imkan yaradır. Nəticə etibarilə oyun əsaslı öyrənmə, məsələn, qrup şəklində də aparıla bilər və yaxud da dedik ki, səhnələşdirilə bilər. Nəticə etibarilə uşaqlar belə deyək də prosesdə iştirak edə bilərlər, bir-birlə ünsiyyət qura bilərlər, əməkdaşlıq edə bilərlər. Nəticə etibarilə, yəni oyun əsaslı öyrənmə əməkdaşlığı dəstəkləyir. Əgər bir yerdə əməkdaşlıq varsa, əməkdaşlıq əsas elementi nədir? Ünsiyyətdir. Deməli, orada ünsiyyət var, uşaqlar artıq sosiallaşmağa başlayırlar. Daha sonra burada biri var, mədəni və pilləri inkişafı aydın göstərir. Bu nə deməkdir? Uşaqlar burada hissə-hissə öyrənirlər. Yəni mən məsələn tutalım ki, isim mövzusu ilə bağlı 5-ci sinifdə məlumat verilir. Nə haqqında halları barədə məlumat verilir. Yəni toplu isimlər barədə, məsuliyyət kateqoriyası barədə, xəbərlik kateqoriyası barədə məlumat verilir. Amma hal kateqoriyasında müəyyən və qeyri-müəyyən yiyəlik və təsliy hal haqqında məlumat verilmədi. Deməli gördüyümüz kimi biz deməli həmin mövzudan biz oyun əsaslı öyrənmədən istifadə edə bilərdik ki, yəni bu oyun əsaslı öyrənmə məhz onu da yəni dəstəkləyir ki, baxın, əgər bir dərsi pilləli, mərhələli şəkildə uşağa keçəcəksinizsə və bu zamanda siz oyun əsaslı öyrənmədən istifadə edə bilərsiniz. Belə, müəllimə sualınız varsa verə bilərsiniz bu barədə. Aha. Sonra keçək gəlin birbaşa, deməli birbaşa təlimə. Birbaşa təlim özü təbii ki, ekspertlərin də dediyinə görə çox maraqlı təlim demək modellərindən biridir. Təlim modellərindən biridir. Deməli burada qeyd olunur ki, sakit. Əslində bu təlim modelinin düzdür, indi hal-hazırda kurikulumda istifadə olunmasına baxmayaraq, dəyərli müəllimlər, artıq ümumiyyətcə qeyd eləyək ki, bunun əsası 1960-cı ildə qoyulub. Yəni bu elə də cavan deyil. Yəni çoxumuzun anamızdan böyükdür yəni bu təlim modeli. Yəni biz artıq müasir kurikulum olaraq, müasir təhsil proqramı olaraq, yəni biz artıq indi yəni birbaşa təlim haqqında öyrənməyə başlayırıq. Və görək birbaşa təlimin özünün məqsədi nədir? Yəni o bizə nəyi öyrədir və biz müəllimlər birbaşa təlimi nə üçün həyata keçiririk? Yəni bunun uşağın nə kimi xeyri olacaq? Deməli burada birbaşa təlim, aydın təlimatlar və aktiv öyrənmə eyni zamanda reflektiv təlim vasitəsidir. Yəni şagirdin ümumiyyətcə belə qeyd edeyim ki, aydın təlimatlar, yəni müəllim şagirdə dərsi keçərkən şagirdə nə edəcəyinə bağlı aydın təlimat verməlidir. Aktiv öyrənmə mühiti yaratmalıdır ki, burada əsas işçi qrupu şagirdlər olmalıdır. Bundan əlavə reflektiv təlim yaratmalıdır. Həm özü şagirdlərə rəy verməlidir, eyni zamanda şagirdlərin özlərini öz işləri barədə refleksiya etməsinə şərait yaratmalıdır. Burada refleksiya etmək, yəni ki, özü öz işini
müəllimini sorğuluyur da və eyni zamanda müəllim özünü də belə deyək ki, öz fəaliyyətini sorğuluyur və bütün bunlar nədən ötəri yaradılıb? Təbii ki də ondan ötəri yaradılıb ki, bunlar həm uşaqların akademik nəticələrini, həm də öz güvənini artırma məqsədi daşıyır. Məsələn, elə uşaq var ki, şəxsən bu hal məndə də olub. Məsələn, yaxşı bildiyim şeyi deməmişəm. Məsələn, bax belə deyək də, Azad hekayəsini xatırlayırsınız da, hər halda Mirzə İbrahimovu deyirlər sükuti. Yəni deyir, hətta deyir müəllim lövhəyə çıxardanda danışa bilməzdi, qızarardı. Bundan əlavə deyir, ən yaxşı bildiyi şeyi belə deyə bilməzdi. Deməli, bu uşaq da məsələn hər say yerində sakit oturan uşaq ola bilər ki, dərsin oxumamazlıqdan sakit oturmaz. Ola bilər ki, onda çəkingənlik ola bilər, özgüvən əksikliyi ola bilər ki, fikirləşə bilər ki, mən nə isə səhv bilirəm. Dərsi hamıdan yaxşı bilsə belə, özgüvən əksikliyi o uşağı susmağa vadar edir. Və buna görə də, yəni bu tipli uşaqların oyandırılması, bu tipli uşaqların dərsə cəlb olunması, eyni zamanda uşaq da var, fəal uşaqdır, amma əslində onun biliyi azdır. Biliyi çox olsa, o uşaq əslində özgüvənlidir ha. Biliyi çox olsa, nəticə etibarilə uşaq həqiqətən də, yəni bizim istədiyimiz, məsələn, əlaçı şagirdə çevrilə bilər. Yəni birbaşa təlimin də əsas kökündə duran məsələ, yəni şagirdlərin akademik nəticələrini yaxşılaşdırmaq və onların özgüvənini artırmaqdır. Daha sonra müəllimləri keçək. Birbaşa təlim ümumiyyətcə belə qeyd eləyək ki, Rozenşaynin də özünün belə töhfələri var ki, artıq yəni onları da izah eləyəcəm növbəti etapda. Yəni ümumiyyətcə bəs birbaşa təlimin özünün əsas kökündə dayanan fəlsəfə nədir? Yəni gəlin buna diqqət eləyək. Yəni bu məqamlara diqqət eləmək lazımdır, diqqətli olmaq lazımdır burada. Yəni bütün şagirdlər öyrədə bilər. Yəni görün nə qədər açıq düşüncə tərzinə malik olan bir yəni təlim modelidir. Deyir ki, bütün şagirdlər öyrədilə bilər. Yəni ona görə küt və yaxud da güclü uşaq yoxdur. O deyir bütün şagirdlər öyrədilə bilər. Yəni bütün şagirdlər akademik və özgüvən baxımından inkişaf edə bilər. Əgər uşağın özgüvəni yoxdursa, təbii ki mənim kimi əvvəllər özgüvəni yoxdur, amma indi artıq özgüvəni var. Deməli indi artıq varsa, deməli belə qeyd eləyək ki, birbaşa təlim də bunu uşaqda formalaşdıra bilər. Eyni zamanda akademik şəkildə inkişaf edə bilər. Akademik şəkildə inkişaf etdirməkdə ötəri nə etmək lazımdır müəllimlər? Yəni bunu haşiyə çıxıb. Birincisi uşaqlarda inteqrasiya etmə qabiliyyətini formalaşdırmaqdır və bir də təkrar etmək mədəniyyətini formalaşdırmaqdır. Yəni biz nə deyirik? Bir təkrar biliyin anasıdır. Yəni bu mədəniyyəti uşaqda formalaşdırmaq lazımdır. Və genici təlim elə formalaşdırmalıdır ki, şagird öyrədilən məlumatı yanlış anlama ehtimalı azalsın. Yəni məlumat indi bax burada nəyi nəzərimizə çatdırmaq istəyir? Yəni məlumatı şagirdə birdən-birə ötürmək olmaz. Onu hissəli şəkildə uşağa çatdırmaq lazımdır və uşağın başa düşəcəyi tərzdə. Ola bilər ki, siz 2 sinifə paralel dərs keçirsiniz. Bir sinif məsələn tutalım ki, 10 cümləlik bir mətni oxuyub rahatlıqla başa düşə bilər. Eləsi ola bilər ki, yarım səhifədən çox məlumatı oxuyub başa düşə bilər. Bu uşaqların algılamasının asılıdır. Ona görə də bu birbaşa təlimin əsas özəlliklərindən biri də, yəni Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsində də olduğu kimi məlumatları hissəli şəkildə, yəni birdən-birə yox, birdən-birə məlumatı verib uşağı qorxuzmaq yox, hissəli şəkildə uşağa çatdırmağı bizə tövsiyə edir. Çünki bu halda uşağın anlaması, bir mövzunu anlaması asanlaşacaq. Bax, məsələn tutalım ki, uşaq var ki, diqqəti yayınlıdır. Eyni anda ancaq o bir məlumatın üzərində diqqətini yönləndirə bilər. Bəzən dinləmə mətnlərini mən uşaqlara verirəm, dinləyirlər. Deyirəm ki, falan məsələlərə diqqət etməlisiniz. Görürsünüz ki, uşaqların 5-i diqqət eləyib, 5-i yox. Deməli, bu o demək deyil ki, o biri uşaqlar kütdür. Sadəcə onlara, yəni məlumat onlara çox gəlib deyəndə, onlar bir məlumata diqqət eləyəndə digərini artıq diqqətdən yayındırırlar. Nəticə etibarilə diqqətdən kənar qalır və uşaqlar diqqət yetirə bilmirlər məlumata və bu da nəticədə uşağın dərsi zəif anlamasına və yaxud da yanlış anlamasına gətirib çıxarır. Və birbaşa təlimin, müəllimlər, birbaşa təlimin özünün addımları var. Bunlar hansılardır? Birinci ilk öncə müəllim öz işini planlaşdırmalıdır. Əgər birbaşa təlim modelindən istifadə edən müəllim birinci işini hər tərəfli planlaşdırmalıdır. Sonra müəllim hər bir məlumatı, yəni şagirdlərə aydın şəkildə təlimatlar formasında təqdim etməlidir. Siz bu dərsin sonunda hansı bacarıqlara yiyələnəcəksiniz, hansı meyarlarla mən sizi qiymətləndirəcəm, şagirdlərdə eyni zamanda, yəni burada hansı təlim modelindən istifadə edəcəksiniz, onun şərtləri barədə uşaqları məlumatlandıra bilər. Prosesdə elə ki, uşaqların iştirakını aktivləşdirir. Daha sonra yeni bilik və bacarıqları mənimsəməyə vaxt ayırmalıdır. Məsələn, tutalım ki, motivasiya mərhələsindən bir müəyyən qədər vaxt ayırır. Ola bilər ki, uşaqlar motivasiya olundular, dərsə cəlb olundular və daha sonra müəyyən tapşırıqlar verməlidir. Tapşırıqlar verdikdən sonra deyir ki, məsələn 15 dəqiqə yekunlaşdırın və sonra da təqdimatı eləyin. Nəticə etibarilə, yəni vaxt məsələsinə diqqət etmək lazımdır. Nəzərə alsaq ki, 45 dəqiqə ərzində uşaqlara dərs keçilir və bu dərs müddətində təlim məqsədi kənara qoyulmamalıdır. Eyni zamanda dərsin sonunda uşaqlar, necə ki müəllim dərsin hər mərhələsində uşaqlara fikir verir, diqqət eləyir və nəticə etibarilə sonda uşaqları onun gündəliyinə qiymətləndirir. Yəni vaxtı elə tənzimləməlidir ki, müəllim öz planlaşdırmasında. Yəni belə deyək ki, uşağı istər-istəməz qiymətləndirmək, hər tərəfli dərsi həyata keçirməyə imkanı olmalıdır. Yəni vaxta diqqət etmək lazımdır. Təbii ki, bu zaman prosesə əgər uşaqlar müstəqil şəkildə hər hansı bir tapşırığı yerinə yetirirlərsə, təbii şəkildə burada belə qeyd edeyim ki, müəllimin nəzarəti olmalıdır uşağa. Görürsünüz, nəzarətsiz qoymaq olmaz uşağı. Nəzarətsiz qoymaq olmaz, vaxtı xatırlatmaq lazımdır. Görürsünüz ki, uşaq çətinlik çəkir, yaxınlaşıb uşağa məsələn istiqamət vermək lazımdır. Məsələn, nəyisə istiqamət verirsiniz, görürsünüz uşaq hər hansı bir məlumatın üzərində düşünür, tapa bilmir. Məsələn, siz nəyisə onun yadına sala bilərsiniz və yaxud da deyə bilərsiniz ki, məsələn, lüğətə gedib lüğətdə nəyisə araşdıra bilərsən. Tutalım deyə bilərsən ki, məsələn, falan vaxtda falan kitabı oxumuşdun. Məsələn, sənin qarşına bir məlumat çıxmışdı.
yazılmışdı və sən həmin məlumatı mənə göstərmişdin. Bax, belə bir istiqamətləndirici yaxınlaşması olmalıdır müəllimin şagirdə. Yəni burada belə qeyd eləyək ki, burada həm, yəni şagird, özü öz işini refleks edir, həm də, yəni digər, şagirdlər də, yəni, bir-birlərinə rəy verə bilərlər. Yəni və bu da çox əhəmiyyətlidir qeyd eləyək və birbaşa təlim modelində müəllim nədən istifadə edir? Baxın, gəlin bunlara diqqət edək. Birinci, giriş və öyrədilənlərin nəzərdən keçirilməsi. Bax, məsələn, bax belə qeyd eləyək. Əgər mövzular arasında tanışlıq yaranmasa və bu tanışlıq yaranmayanda istər-istəməz, belə qeyd eləyək ki, nə baş verəcək və hansı hal baş verəcək? Uşaqlar özünü itirəcəklər. Əgər mövzular arasında oxşarlıq yaranarsa, nəticə etibarilə uşaqlar əlaqəli oxşar məlumatlar üzərində işlədikcə bu onların işini rahatlandıracaq. Bax, məsələn, deyək ki, mənim yanımda bir qız dayanıb və siz həmin qızı görürsüz, tanımırsınız. Mən deyirəm ki, bilirsiniz bu kimlərdəndir? Filan kəslərdən. Nə etdim? Əlaqə yaradandan sonra siz bu qızı tanıdınız və bu gördüyünüz sizin yeni bir insandır. Və nə etdim? Mən əlaqə yaratdım. Dedim filan kəslərdəndir, filan kəslərin filan kəsidir deyəndə artıq siz tanıdınız ki, bu kimdir? Bu adam kimdir? Və belə əlaqə yaradaraq siz artıq həmin adamı tanımış oldunuz və bu zaman siz görürsüz də, yəni, demək, birbaşa təlim müəllimlər eyni zamanda əvvəlki dərslərin təkrarlanması baxımından da çox əhəmiyyətlidir. Baxın, əgər mən dərsə giriş edəndə, dərs etibarilə mən, sizə deyirəm ki, filan mövzu necədir? Məsəl üçün, filan mövzuda nə etmək lazımdır? Filan mövzuya əsasən öyrənilir. Hə, məsələn, tutalım ki, sifət. Sifət, demək, ismi izah eləyir. Yəni, ismlə əlaqə yaradaraq, belə deyək, keçəndə mövzunu, nəticə etibarilə uşaq tanış mövzu üzərindən, tanıdığı mövzu üzərindən yeni mövzunu öyrənməsi daha da rahat olur. Müəllim giriş üçün və eyni zamanda öyrənilənlərin nəzərdən keçirilməsi yolu ilə öyrənmə prosesi üçün zəmin yaradır. Daha sonra şagirdlərin nə etməli olduğu ilə bağlı izahlar verirlər. Məsələn, tutalım müəllim təlim məqsədini lövhədə yazır, qiymətləndirmə meyarını lövhədə yazır. Qeyd edir ki, dərsin sonunda şagirdlər siz filan bilik bacarığa yiyələnəcəksiniz. Bax, burada onu qeyd edir, yiyələnəcəksiniz və filan meyarla da qiymətlənəcəksiniz. Uşaqlar artıq anlamış oldular ki, bu dərs onların nə məqsədlə dərsi öyrənirlər. Daha sonra demək olar ki, təlimi nümayiş elətdirir müəllim. Daha sonra məsələn mövzu izah edə bilər, nümunələr göstərə bilər və uşaqlar da buna diqqət etdikdən sonra nə edirlər? Öyrənməni təşkil edir. Öyrənmə də hansı halda təşkil olunur dəyərli müəllimlər? Şagirdlər artıq müəllimi diqqətlə dinlədilər, öyrəndiklərini tapşırıqlar üzərində icra edirlər və şagirdlər bu zamanda özləri ilə refleksiya edə bilərlər. Necə? Tutalım ki, şagird əgər mövzunu düşünür ki, mən mövzuda çox yaxşıyam, yaxşı öyrənmişəm. Bəzən summativlərdə də mən görürəm uşaqlar deyirlər ki, müəllimə mən bu dəfə yaxşı yazacağam, 100 alacağam və nəticə etibarilə gəlir uşağın balı çıxır 80 və öz-özünə refleksiya edir, düşünür ki, görəsən mən harda səhv elədim, necə elədim? Axı mən burada B variantını seçmişdim, B düz idi. Mən izah edirəm ki, burada C variantıdır. İzah edəndən sonra uşaq başa düşür ki, öz-özünə refleksiya edərək başa düşür ki, hə, deməli mən filan mövzunu biraz zəif qavramışam və yaxud da müəllimin izahını tam başa düşməmişəm və bu zaman uşaq özü-özünə refleksiya edir. Özü öz işini yoxlamış olur sanki burada. Sonra, öyrənməni tətbiq edir. Sonra şagirdlər belə qeyd eləyək də, müəllim şagirdə tapşırıq verərkən də necə tapşırıq verməlidir? Şagirdin uğur qazana biləcəyi tapşırıq verməlidir. Çünki əgər müəllim tapşırıq xatirinə uşağa hardan gəldi, necə gəldi tapşırıq verərsə, bu uşaqları inkişafa qapalı düşüncə tərzinə salacaq və nəticə etibarilə, belə qeyd eləyək ki, nəticə aşağı düşəcək. Deyəcəklər, falan sinifin nəticəsi çox aşağıdır deməməkdən ötəri, müəllim uşaqlara sinifin səviyyəsinə görə tapşırıq hazırlamalıdır. Daha sonra şagirdlərin öyrənməsi ilə bağlı qiymətləndirmə aparılır və öyrənmə aydın şəkildə, belə deyək ki, sonlanır. Yəni belə qeyd eləyək də, yəni müəllim artıq meyarlara uyğun qiymətləndirmə aparır, cümlə şəklində formativ qiymətləndirmə aparır və uşaq artıq öz fəaliyyəti barədə məlumata sahib olmuş olur. Ümumiyyətlə biz qeyd etdik ki, birbaşa təlim barədə Rozenşainin özünün töhfələri var idi və gəlin görək bunlar nələrdən ibarətdir. Birinci təlim gəlir müəllimlər. Tədrisdə daha öncə öyrənilənlərin qısa təkrarı. Rozenşain qeyd eləyir ki, təkrar biliyin atasıdır, anasıdır və deyək ki, təməl qohum əqrəbasıdır. Və Rozenşain qeyd eləyir ki, biz əgər uşaqlara yeni bilik öyrədiriksə və istəyirik ki, bu uşaqların uzun müddət yaddaşında qalsın, nə etməliyik? Uşaqlara biz bunu təkrarlatmalıyıq. Yəni bir neçə mövzudan biz uşağı təkrarlatmalıyıq və yaxud da ki, hər dəfə mövzunu keçərkən biz uşaqlara çalışmalıyıq ki, filan qaydaları yada salaq və uşaqlar bunu təkrarlasınlar. Əslində bunun rolu nədən ibarətdir müəllimlər? Rolu ondan ibarətdir ki, uşaqlar məsələn o tipli tapşırıqlar verəndə uzun müddət düşünüb nəyinsə üzərində vaxt getmir və daha tez bir zamanda məlumatı xatırlayırlar və tapşırığın və yaxud da deyək ki, problemin öhdəsindən gələ bilirlər. Baxın, məsələn, tutalım ki, biz ilin əvvəlində qeyz-samiti ilə bağlı bir qayda keçmişik 5-ci sinifdə. Bəzən uşaqları belə deyək ki, mətn oxuduram. Mətn oxuduran zaman diqqət edirəm. Görüm bu uşaqlar qeyz-samiti və yaxud da qeyz-samiti ilə bağlı olan qaydanı yadda saxlayıblarmı? Və görürəm ki, bəzən deyir ki, maraqlı hadisə deyir, elə maraqlı hadisə deyir. Mən avtomatik uşağa deyirəm ki, sən orada qeyd edin də, bunu necə tələffüz etməliydin? Uşaq düşünür. Deyirəm ki, məsələn, sonu qeyz-samiti ilə bitən əsl Azərbaycan mənşəli sözlər, məsələn, adətən bizim milli mənşəli sözlərimiz olsun. Sonu qeyz-samiti ilə bitən
Bitən sözlər adətən onlardan sonra samitlə başlanan şəkilçi və söz gələndə necə tələffüz olunur? Uşaq deyir ki, hə, müəllim, deməli o x kimi tələffüz olunacaq. Deməli mən burada qaydanı tək bir uşağa xatırlatmadım ki, burada bütün sinifə xatırladım. Nəticə etibarilə mən indi artıq mart ayındayam. Mart ayındayım. Mart ayında keçdiyim mövzunu bu şəkildə xatırladıramsa, oktyabrda keçdiyim mövzunu uşaq xatırlamış olur. Görün nə boyda yəni bir aralıqda uşağa keçdiyim mövzunu təkrarlatdıram bax bu şəkildə. Bəzən olur ki, ədəbiyyata sinifdən xaric oxular da ola bilər və yaxud da ki, məsələn, təkrar mövzular da keçə bilərsiniz. Bu təkrarlar istər-istəməz uşaqların yaddaşındakı bilikləri diri saxlanması ötəridir. Hər hansı bir problemi həll etməyə çalışarkən biri var ki, 5 dəqiqə üzərində fikirləşir, bir də var ki, dəqiqə çəkməyə uşaq cavabı verər. Yəni bu halda Rozenşaynə görə, indi gələcəyi üstünə yenində, Rozenşaynə görə uşağın yaddaşında məlumatı uzun müddətli yaddaşda saxlamasının iki üsulu var. Biri uşağa təkrarlatdırmaq, biri də nəyisə uşağa tətbiq elətdirmək. Əgər bunların ikisi də baş tutarsa, uşaq öyrəndiyi məlumatı daha uzun müddət yadda saxlayacaq. Bəs görək müəllimlər, təkrar necə edilməlidir? Təkrarı biz necə edək? Məsələn, tutalım ki, deyək ki, əgər şagird deyək ki, çətinlik çəkdikləri və səhv etdikləri məqamları bölüşmələrini istəmək, onlara yenidən nəzər yetirmək. Yəni bu mövzuları məsələn şərait yaratmaq lazımdır ki, uşaq nədə belə çətinlik çəkdiyini, yəni buna baxmaq lazımdır. Ya uşağın siz iş dəftərini işləyə belə deyək ki, baxa bilərsiniz, ya evə verdiyiniz məsələn dəftərdəki tapşırığa baxa bilərsiniz. Nəticə etibarilə siz tapşırıqlar nəticəsində və yaxud da əlavə test tapşırıqları verə bilərsiniz, summativlər verə bilərsiniz və onun nəticəsində bilə bilərsiniz ki, uşaqlarımız hansı mövzuda çətinlik çəkirlər və yaxud da öyrəndiyi mövzuda nələr onlara aydın olmamışdır. Yəni bunu öyrənmiş olursunuz. Daha sonra yeni materiallar üçün lazımı olan köhnə biliklər praktik şəkildə yeniləmək. Belə qeyd eləyək ki, uşaqlara məsələn qeyri-sabiti ilə bağlı tapşırıqlar verməliyəm. Məsələn müəyyən müddətdən sonra deyirəm ki, gəlin o tapşırıqları yazın. Məsələn tutalım ki, müəyyən hissəni buraxa bilərəm və uşaqlar gəlib həmin tapşırıqları tamamlaya bilərlər və bu da təkrarın bir növüdür. Daha bir növü nədir? Dərindən öyrənməli olan materialı tez-tez təkrarlamaq. Məsələn tutalım ki, ola bilər ki, 3 dərsdən, 2 dərsdən bir mən onu uşaqlara təkrarlatdıram və bu da təkrarın bir üsulu oldu. Deməli təkrarın hansı üsulları var? Şagirdlərin birinci çətinlik çəkməli olduğu məqamı ortaya məsələn çıxarırıq. Məsələn deyək ki, və yaxud da məsələn nə ilə çətinlik çəkirsə onları deməyi istəyə bilərik. Daha sonra yeni materiallar üçün lazım olan köhnə biliklərdən, yəni suallar verə bilərik. Yəni belə qeyd eləyək ki, birbaşa təlim, məsələn deyək ki, klaster üsulu var, məsələn təlim üsullarında orada nədir? Köhnə biliklərin, əvvəlki biliklərin optimallaşdırılması baxımından çox əhəmiyyətlidir. Çünki burada bizim əvvəl öyrəndiyimiz bilik və təcrübələrimiz burada belə qeyd eləyək ki, aktivləşir və nəticə etibarilə əvvəlki biliklərinin aktivləşməsi uşaqda özgüvən yarada bilir. Daha sonra müəllimlər, ikinci prinsipi nədən ibarətdir Rozenşaynin? Demək kiçik hissəli məlumatların kiçik hissəli şəkildə təqdim olunması. Tutalım deyək ki, 5-ci sinifdə ədəbiyyat dərsi keçirir. Məsələn, kişi haqqında hekayə. Deyək ki, məsələn, əsər belə deyək də dəstəyə düşən 5 səhifədirsə, məsələn, dəstəyi özü daxil onu hissələrə bölürük ədəbiyyat dərsində. Mən o məlumatı hissəli şəkildə uşaqlara oxutdura bilərəm və nəticə etibarilə uşaqlar bu hissəli şəkildə oxuduqlarını daha aydın şəkildə qavraya bilərlər, daha aydın şəkildə başa düşə bilərlər. Yəni Rozenşayn da bunun tərəfdarı idi ki, bəs uşaqlara məlumat birdən-birə ötürülməsində, yəni gözləri belə deyək ki, bərələ qalmasın. Uşaqlar məlumata alışdıra-alışdıra, addım-addım uşaqlara vermək lazımdır ki, bu məlumatları. Uşaqlar artıq nəsə onların gözünə çətin gəlməsin və prosesdən uzaqlaşmasınlar. Yəni öyrənmə prosesini məcburi bir proses kimi yox, əslində onları inkişaf elətdirən bir proses kimi baxmaq lazımdır. Ona görə də uşaqların yaş səviyyəsinə uyğun olaraq nə olsun ki, məsələn 5-ci sinifdə ədəbiyyatda məsələn kişi haqqında hekayə əsəri 5 səhifə verilir. Sən kim deyir ki, orada 5 səhifə onu reallaşdırıcına. Məsələn onu addım-addım, məsələn hissələrə bölərək o şəkildə uşaqları öyrətmək olar. Daha sonra müəllimlər, deməli Rozenşaynin digər bir prinsipi isə modellər və işlənmiş nümunələr. Modellər və işlənmiş nümunələrdir. Deməli, burada bu nə deməkdir? Modellər və işlənmiş nümunələr. Burada müəllim təkcə belə qeyd eləyəydi. Öyrəndiyi məlumatlar, baxın elə bax bu şeydə də var idi. İkinci prinsipdə də var idi da. Yəni məlumatlar birdən-birə uşaqlara ötürülərkən uşaqlar nə olurlar? Məsələn, qısa müddətli yaddaş olur da burada. Qısa müddətli yaddaş nəticəsində qısa müddətli yaddaşda belədir ki, biz onu qavrayırıq. Qavrayandan sonra məlumatın böyük hissəsi emal olunur, yaddan çıxır gedir. Yəni buna görə də yəni belə deyək ki, məlumatları şagirdlərə hissəli şəkildə çatdırmaq lazımdır. Hissəli şəkildə çatdırdıqda nəticə etibarilə uşağın yaddaşı dolmur birdən-birə. Qısa müddətli yaddaşın ona görə də həcmi az olduğuna görə də məlumatları hissə-hissə çatdırdığında uşaq artıq bir məlumatı qavrayır, daha sonra digər məlumata keçə bilir. Aha. Sonra ona görə də Rozenşayn qeyd eləyir ki, yəni uşaqlarda qısa müddətli yaddaş təkcə uşaqlarda yox, yəni bu bizim özümüzdə də belədir. Bəzən məlumata qısa müddətli yaddaş elədik ki, məlumat çoxluğunu görüb, ya ola bilər ki, məlumatın əsas hissəsini unuda bilər və yaxud da ki, eşitdiyi məlumatdan heç bir şey anlamaya bilər. Nəticə etibarilə təbii ki, bu da uşaq üçün çox mənfi bir yəni addımdır da, mənfi bir şeydir. Qeyd eləyək ki, dərsi ana başa düşmədə, hətta bu təkcə uşaq üçün deyil, müəllimin özünün fəaliyyəti üçün də mənfi bir haldır ki, müəllim uşağını tanımadı və biliyini ona uyğun şəkildə ötürmədi. Məsələn, tutalım 5A-da uşaqların səviyyəsi daha yaxşıdır, 5B-də zəifdir. Yəni hər şeyi 5A-ya görə yox, yəni 5B-yə görə də dərsini qurmağı başarmalıdır. Sonra modellər və işlənmiş nümunələr təqdim etmək. Baxın, belə deyək ki, tutalım. Problemin həlli üçün müəllim belə qeyd eləyək də, şagirdlərə modellər
belə qeyd eləyək ki, nümunələr, belə deyək ki, sınanılmış nümunələr təqdim eləyir və o nümunələr baxın, məsələn tutalım deyək ki, məsələn cümlənin sintaktik təhlilini keçmisiniz. Cümlənin sintaktik təhlilini keçməkdən ötəri, yəni birinci xəbəri tapırsınız, sual verib xəbəri tapırsınız, ondan sonra digər cümlə özündən tapırsınız. Görürsünüz, burada sınanılmış yox ha, o qaydanı şagirdlərə addım-addım izah edirsiniz. Addım-addım izah edirsiniz və bu zaman şagirdlər belə qeyd eləyək ki, belə deyək, belə deyək də, yəni müəllim həmin üsulu göstərməklə əslində şagirdlərə aydın bir yol göstərir. Aydın bir yol göstərir. Şagirdlər və belə deyək ki, tapşırığı həll etdikdə belə qeyd eləyək ki, artıq həvəslənirlər. Yəni prosesdən kənarlaşmırlar. Yəni artıq müəllimin verdiyi nümunəyə əsasən davam edirlər. Məsələn, necə navigator maşını navigatora qoşanda maşın artıq öz yolunda getməyə başlayır və burada da belədir. Burada da belədir. Artıq o nümunəvi göstərilən yolla gedir uşaq. Artıq burada şagirdin özünü itirməsi artıq sıfıra enir. Nəticə etibarilə həmin o yolları reallaşdırandan sonra məlum məsələdir ki, modellər işlənmiş demək nümunələr təqdim edilir. Model və işlənmiş nümunələr təqdim edilir və bu model sözü həm də biliyin hansı növündə var idi? Biliyin konseptual növündə də var idi. Burada uşaqları düşündürür həm də. Düşündürür və düşündürdüyünə görə də belə qeyd eləyək ki, uşaqlar məlumatı üzərində düşündüyünə görə və düşünüb tətbiq etdiklərinə görə uşaqlarda artıq qarşılaşdığı məlumatlar və öyrəndiyi məlumatlar qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa keçid edir. Məsələn, tutalım ki, riyaziyyatda tənliyin həll edilmə üsulu var. Yəni bunun həll edilmə bir üsulu ola bilər. Məsələn, deyək ki, məsələn, sistem tənliyi ya toplama ya da ki, əvəz etmə üsulundan istifadə olunur. Məsələn, bunu icra edərkən müəllim bu üsulu şagirdlərə göstərir və şagirdlər də həmin üsuldan yeri gələndə toplama üsulu, yeri gələndə isə əvəz etmə üsulundan istifadə etməklə belə qeyd eləyək ki, qarşıya çıxan problemi həll etmiş olurlar. Yəni müəllim bunu nə ilə göstərdi? Müəllim burada nümunə ilə göstərdi uşaqlara. Nümunə ilə izah etdi. Deməli, birinci addım nə idi müəllimlər? Birinci addım oldu ki, uşaqların təkrarlaması. İkinci addım nə oldu müəllimlər? İkinci addım oldu məlumatı hissələrə bölərək uşaqlara çatdırmaq. Üçüncü addım nədir? İşlək modelin, belə deyək ki, işlək nümunənin uşaqlara göstərilməsi. Hal-hazırda məsələn siz tutalım ki, riyaziyyat müəllimləri deyək ki, uşaqlara məsələn dərsi izah edirlərsə, məsələn müəyyən misal məsələləri şagirdlərə izah edirlərsə, ola bilər ki, bir misalın, bir çalışmanın çoxlu həll yolları ola bilər, elmə məlum. Amma şagirdə uyğun olan hansıdırsa, işlək hansıdırsa, bu gün tədrisdə, məktəb tədrisində hansı istifadə olunursa, müəllim onu şagirdə izah etməlidir. Və yaxud da qeyd eləyək ki, məsələn sintaktik təhlillə bağlı qayda necədirsə, qaydanı şagirdə izah edir və şagirdlər eyni müəllimin göstərdiyi qayda ilə gedirlərsə, deməli burada artıq uşaqlar konseptual düşünə bilirlər, həm də prosedural bilikdən istifadə edirlər, onu tətbiq edib özlərində vərdiş formalaşdıra bilirlər. Sonra müəllimlər anlamanı yoxlamaq, uşaqlarda anlamanı yoxlamaq lazımdır. Yəni təbii ki, uşağa biz müəyyən bir tapşırıq verdiksə, mütləq şəkildə anlamanı yoxlamaq vacib şərtdir ki, uşaq görə mövzuda izahda nə dərəcədə diqqətli olur. Yəni nə dərəcədə tapşırığı belə deyək ki, icrası zamanı uşaq nədə səhvə yol verdi və nə o hansı mövzu ona aydın deyil ki, o uşaq bu səhvə yol verdi. Bunu necə etmək lazımdır? Birinci uşağa sual verməklə. Sual verdik. Sual verdikdən sonra uşağın indi nəyisə anlamasını yoxlayırıq ha. Anlamasını necə yoxlayırıq? Birinci uşağa sual veririk. Uşaq cavab verdi. Cavab verəndən sonra deyirəm ki, isim mövzusu ilə bağlı fikirlərini ümumiləşdir. Uşaq fikirlərini ümumiləşdirir, konseptual bilik. Sonra şagirddən digər şagirdlərin cavabı ilə razı olub-olmadıqlarını soruşma. Deməli, uşaq cavab verdi. Cavab verəndən sonra fikrini ümumiləşdirdi. Ümumiləşdirdikdən sonra mən uşaqlara deyirəm ki, ay uşaqlar, görün Eldar suala düzgünmü cavab verdi. Uşaqlar artıq öz sinif yoldaşlarına rəy verirlər. Deməli, anlamanı yoxlama mərhələsində burada anlamanı yoxlayan təkcə müəllim deyil, eyni zamanda şagirdlərdir. Düzdür, sualı müəllim verə bilər və yaxud da elə ola bilər ki, deyə bilərəm ki, mövzu ilə bağlı məsələn Eldara sual verin. Eldara sual verin deyəndə uşaqlardan biri hansısa çıxıb sual verə bilər. Nəticə etibarilə mən də deyirəm ki, hə mövzu ilə bağlı fikrini ümumiləşdir. Cavab deyəndən sonra ola bilər ki, məsələn mən şagirdlərə müraciət edeyim ki, bəs siz Eldarın cavabı ilə razısınızmı? Sizcə Eldar doğru cavab verdi və uşaqlar qalxırlar bir-bir yerlərindən bunu, yəni deyirlər və dediklərində əsaslandırırlar. Yəni belə qeyd eləyək ki, uşaqlar artıq yəni bir-birlərinə eyni zamanda rəy verirlər. Nəticə etibarilə birbaşa təlim eyni zamanda bax elə buradan gördüyümüz kimi demək belə deyək ki, yoldaş qiymətləndirməsini və eyni zamanda rəy verməni dəstəkləyən təlim modellərindən biridir. Sonra əslində bizim bu anlamanı yoxlamaqda əsas məqsədimiz nədir dəyərli müəllimlər? Birinci məqsədimiz şagirdlərin uzun müddətli yaddaşındakı digər öyrəndikləri ilə əlaqə yaratmaqdır. Baxın, məsəl üçün siz bu mövzunu keçmisiniz, deməli artıq bu mövzunu şagirdə öyrətmisiniz. Şagird bu mövzunu daha da yaxşı öyrənməsindən ötəri şagird gərək şagirdə izah etmək lazım ki, sən inteqrasiya edəsən. Yəni əlaqə yarat. Şagird əgər öyrəndiyi bu mövzunu, məsələn mənim məktəbdə dərsi izah edib, gəlib evdə tapşırığı icra edəndə düşünür ki, hə, sifət mövzusuna ismin əlaqəsini əgər müəyyən eləyirsə, deməli burada artıq öyrənmə baş verir və müəllimin də əsas məqsədi bundan ibarətdir ki, görəsən uşaq sifətlə isim arasında əlaqəni müəyyən edibmi? Daha sonra nədir? Müəllim yeni materialları tədris edib etməməklə bağlı məlumat verir. Məsələn, tutalım ki, uşağın əgər isim haqqında, məsələn keçirdiyim summativdə yaxşı nəticə əldə etməyibsə, ürəkacan nəticə əldə etməyibsə, daha mən niyə sifəti keçirəm ki? Sifəti saxlayıram, isimlə bağlı biliyi möhkəmləndirəndən sonra deməli birbaşa təlim eyni zamanda müəllimə məsələn əgər planda yeni
deyək ki, dəyişiklik etmək imkanı da verir. Əgər uşaqlar deyək ki, dərsi yaxşı, deməli, yaxşı qavramayıblarsa və deyək ki, qavrayıblarsa da, üzr istəyirəm, mənim uşaq biraz çaşdırır, hə. Hə, deməli, əgər uşağın yaxşı qavrayıb qavramamasına görə, belə deyək ki, müəllim planında dəyişiklik edə bilər. Yəni görür ki, uşaq dərsi yaxşı öyrənməyib və test tapşırığında uşağın küllü miqdarda səhvi çıxırsa, nə etməlidir? Onu etməlidir ki, hər hansı bir mövzunu təxirə salsın, qısaldılsın və isim mövzusuna proqramda növbəti dəfə yer ayırsın. Yer ayırsın ki, uşaq tam şəkildə isim mövzusunu mənimsəyə bilsin. Daha sonra müəllimlər keçək. Keçək növbəti prinsipə. Növbəti prinsipimiz bizim nədir? Deməli, prinsipdə deyir ki, şagirdlər sizin köməyinizlə yeni mövzunu deyir ki, tətbiq etməsinə şərait yaratmaq lazımdır. Mənim köməyim necə ola bilər uşağa? Uşağa yaxınlaşıb ya nəyisə uşağın yadına sala bilərəm, ya nə iləsə bağlı uşağa istiqamət verə bilərəm. Məsələn, tutalım ki, uşaq, tutalım da belə deyək, isimlə bağlı mən qayda vermişəm, uşağa qayda üzrə tapşırıq vermişəm və məsələn, deyək ki, uşaq görürəm ki, bunu etməkdə çətinlik çəkir və deyirəm ki, bəs sən xatırla gör, belə qeyd eləyək də, xatırla, ismin halları ilə bağlı qaydanı xatırla. Yəni mən burada uşağın xatırlamasını aktivləşdirməyinə, mövzunu başa düşməsinə uşağın kömək eləyə bilərəm. Mən uşağa cavabı demədim. Uşağa hansısa məlumatı yada salmasına istiqamət verdim. Və yaxud da ki, sual verərək onu yönləndirə bilərəm. Nəticə etibarilə uşaq müəllimin köməyindən istifadə elədi. Və bununla da nə etdi? Problemin öhdəsindən gələ bilər əslində. Belə deyək, yada saldı müəllimin köməyi ilə. Növbəti addım müəllimlər ibarətdir. Çətin tapşırıqlar üçün müvəqqəti dəstək vermək. Çətin tapşırıqlar üçün müvəqqəti dəstək vermək, belə qeyd eləyək ki, yəni burada skaffoldinq strategiyalarından istifadə edərək müvəqqəti dəstək verilir. Skaffoldinq sözünü biz harda rast gəlirik? Lev-Vygotskyinin sosial inkişaf nəzəriyyəsində. Biz inşallah sosial inkişaf nəzəriyyəsini keçəndə də görəcəyik. Yəni burada skaffoldinqdə nə idi? Uşaq daha təcrübəli olan, məsələn, müəllimindən, bacı qardaşından, ata-anasından və ətrafdakı insanlardan nəyinsə öyrənməsidir. Və gördüyümüz kimi öyrənmə prosesində, birbaşa təlim, öyrənmə prosesində müəllimin rolunu çox-çox dəstəkləyən təlim modellərindən biridir. Və bunu biz hər addımda gördük ki, müəllimin burada rolu var. Dərsi istər izah etmə mərhələsi olsun, nümunə göstərmək olsun, uşaqlara tapşırıq verərkən uşaqları kənardan izləmək olsun, qiymətləndirmə prosesi olsun və sairə müəllimin burada nə boyda böyük zəhməti var təbii ki. Amma birbaşa təlim təbii ki, dedik ki, əsasında uşaqların həm akademik biliklərini yaxşılaşdırması, həm də onların özgüvənini inkişaf etməsində əhəmiyyətli rol oynayır. Sonra bax burdan qeyd eləyək ki, demək, müvəqqəti müəllim dəstəyi verərkən, artıq müvəqqəti dəstəyi zamanı müəllim görür ki, uşaq çətin tapşırıqlarla rastlaşır və müəllim ona müvəqqəti dəstək verir və müvəqqəti dəstək verəndən sonra müəllim geri çəkilir. Əgər görür ki, uşaq növbəti tapşırığı rahatlıqla edəcəksə, artıq müəllim öz dəstəyini uşaqdan çəkir. Çünki tapşırığı uşağın icra etməsindən ötəridir və buna görə də müəllim artıq orada geri çəkilir. Daha sonra müəllimlər, skaffoldinq strategiyalarına aid olan nümunələr burada qeyd olunur. Görək burada hansı nümunələrdən istifadə olunur? Müəllimin səsli düşünməsi. Bəzən biz dərsi izah edərkən, bəzən biz nəyisə bir fəaliyyət icra edərkən sinifdə səsli düşünməni unuduruq. Və səsli düşünməni unutmaq da nəticə etibarilə ola bilər ki, uşaqlara sürpriz kimi qalır ki, görəsən müəllim nə edəcək? Görəsən müəllim lövhəyə nə yazacaq? Görəsən bizə nədən sual verəcək? Yəni uşaqlara sürpriz kimi qalır. Bəzən də yəni birbaşa təlim deyir ki, müəllim hər şeyi sürpriz kimi saxlamağı düşünməməlidir. Yəni şagirdlərə mütləq şəkildə belə qeyd eləyək ki, səsli düşünərək, yəni istər-istəməz proses zamanı onların işində istiqamətləndirməlidir. Daha sonra müəllim şagirdə əldə edəcəkləri bilikdə səhvlər barədə məlumatlandırması. Məsələn, tutalım ki, uşağa deyə bilər ki, bax siz burada falan yerdə səhvlər eləyə bilərsiniz. Bax burada diqqətli olun ha. Falan yerdə gedir, falan yerdə də səhv eləyə bilərsiniz. Çünki orada çaşdırıcı suallar var və falan tapşırıqda çaşdırıcı suallar var. Burada diqqətli olun. Deməli, şagirdlərin işini gör nə dərəcədə səliqəli yönləndirilməlidir. Sonra müəllim şagirdlərə öz işlərini dəyərləndirmək üçün nəsə bir belə deyək ki, deyək də yoxlama siyahısı verməlidir. Məsələn, özləri öz işləri, məsələn, tutalım bir siyahı verə bilər ki, məsələn, falan məsələn qaydalara əsasən özünün öz işini qiymətləndirir və şagird ona baxaraq öz fəaliyyətinə nəzər yetirməklə özünü qiymətləndirə bilər. Və görürsüz, birbaşa təlim öz içində həm konseptual biliyi, həm deklarativ biliyi, həm prosedural biliyi və eyni zamanda metakognitiv biliyi dəstəklədir. Əgər şagird burada özünə refleksiya edəcəksə və əgər şagird burada öz işini qiymətləndirəcəksə, deməli burada artıq uşağın metakognitiv biliyi olmalıdır ki, proses zamanı özünə obyektiv yanaşa bilsin, özünü aldatmasın. Daha sonra şagirdlər demək nümunələrin təqdim edilməsi. Məsələn, müəllim şagirdlərə belə qeyd eləyək ki, nümunələr təqdim etməlidir. Məsələn, tutalım ki, müəllim dərsi izah edəndə isimlə bağlı nümunələr təqdim edir. Elə deyilmi? Nümunələr təqdim edir və nümunə təqdim edən zaman uşaq da başlayır müəllim kimi özündən nümunələr yaratmağa. Nümunələr yaradandan sonra, axı ismi, sualın filan hər şey bilir də. Sonra müəllimin nümunəsi ilə tutuşdurmağa başlayır. Müəllimin nümunəsi ilə tutuşdurmağa başlayandan sonra görür ki, mövzunu nə dərəcədə qavradı, nə dərəcədə qavramadı. Yəni və yaxud da ki, başa düşmədiyi məqamla
bağlı müəllimə yenidən sual verə bilər. Bir də bir məqamı qeyd etmək istəyirəm dəyərli müəllimlər. Birbaşa öyrənmə eyni zamanda bilirsiniz, bu bərabər hüquq yaradır şagirdlərə. Bərabər imkanlar yaranır. Əvvəllər keçirdiyi deməli pedaqoji prosesin tələbləri şagirdlərə bərabər imkanlar yaradır. İnklüziv təhsildə hər kəsin iştirakını dəstəkləyir və birbaşa təlim gördüyümüz kimi nə qədər humanitar bir təlim modelidir ki, yəni şagirdlərin hər birini eyni səviyyədə dəstəkləyir və nəticə etibarilə biliyin hər kəs üçün əlçatan olmasını, şagirdlərin proses zamanı daha fəal olmasını, öz güvənli olmasını, öz sözlərini deyə bilməsini, bundan əlavə qeyd eləyək ki, bununla yanaşı əgər şagird öz sözünü deyəcəksə, mütləq onun möhkəm şəkildə akademik bilikləri olmalıdır. Həm deməli birbaşa təlimin əsası yönəlir uşaqlarda həm gözəl şəkildə akademik biliklər formalaşdırma, bir tərəfdən də şagirdlərdə özgüvən formalaşdırma, öyrəndiklərini, başa düşdüklərini çıxıb məsələn izah edə bilmək, lazım gəlsə izah edə bilmək, lazım şəkil gələrsə təqdim edə bilmək bacarığını belə deyək ki, formalaşdırsın. Dəyərli müəllimlər. İzahımız bu qədər. Buyurun, kimin sualı var? Sual verə bilər. Kimin sualı var birbaşa təlim barədə? Aytaç müəllimə sualınız varsa verə bilərsiniz. Ya mən sizə əvvəlki dərslərdən sual verim. Aytaç müəllimə aydın oldusa mövzu sizə? Yəni necə? Yəni mən Aytaç müəllimə. Bəni eşidirsinizmi? Hə, indi gəldi səsiniz. Hə. Bəli, buyurun. Sualınız varsa verə bilərsiniz. Xeyr, müəllim, çox sağ olun. Əlavə mən sizə sual-cavab eləmək istəyirəm. Deməli, Müəllim, biraz təkrarın gəlin dərsləsə olarmı? hə, çünki müəllimə bizim aydın sınaqlarımızda oldu. Mən keçən dəfə elədiyimi göndərəcəm. Təbii ki, bir mövzu üzərində elədim, çünki o mövzu daha çox praktiklik tələb edir. Bu dəfə artıq qarışıq olacaq. Ona görə də yaxşı hazırlaşmaq lazımdır. Biliyimizi diri saxlayaq. Görürsüz, birbaşa təlimdə Rozenşayn özü də deyir ki, təkrar biliyin anasıdır. Yəni təkrarlamaq lazımdır. Belə müəllimə. Əlavə sualınız, testlə bağlı sualınız. Xeyr, müəllim, heç yoxdur. İşləyirsiniz mövzuları? Hansı mövzudasınız? Dəftərə baxardım bir dəqiqə.